dostlar, hər vaxtınız xeyir olsun. Əziz izləyicilərim, saat 1-ə işləyib düz 17 dəqiqə. Və tam arxayın şəkildə sizə deyə bilirəm ki, uzun müddətdir bu cür ev heç bir vasitəsilə görmürdünüz. Əziz dostlar, evimizin qiyməti, baxın, birinci dəhliz hissəsindən başlayırıq. 2 metr, 2 metr 20 santim dəhlizin belə deyim enidir. Qiymətimiz nədir əziz dostlar? Tam 22 nömrəli məktəbin yaxınlığı, avtobusla, asfaltla məsafəsi cəmi asfaltla hardasa bir 60 metr, məktəblə isə 150-200 metr məsafəsi var və bunu da qeyd edim ki, özüm də tam bu ünvanda yaşayıram. Əziz dostlar, evimiz tamamilə şəxsi tikilidir. 2 sot yarımda 3 otaqlı və daxili kvadratı isə 95-100 kvadrat olar. Daxili kvadratı bu çöldən çölə demirəm. Bir dənə zəhmət olmasa mətbəxin genişliyinə baxaq. Və təbii ki, adətən ona uyğun olaraq mətbəx mebeli qalacaq, dairəvi cütdaş, həmçinin evin isti sistemi kombidir və əziz dostlar, bunu deməkdən məqsədim isə həqiqətən evimiz çox təcili qiymətlə satışa çıxarılır. Bir də qonaq otağını göstərək. Yeni ailələr üçün, böyük ailələr üçün, yəni fərq eləmir əziz dostlar, tam şəkildə rahat yaşaya biləcəyiniz bir ünvan. Evimiz 2 sot yarımdadır. İndi evin çöl hissəsinə keçid edəndə də görəcəksiniz ki, əlavə olaraq navesinə qədər hər biri hazırdır. Bir sözlə əziz dostlar, həqiqətən tələsib almaq istəyəcəyiniz evlərdən biridir. Keçəkdən otaqları da göstərək. Otaqların genişliyinə baxın. Bilməm 5-in 4-dədirmi, nədir? Yəni maşallah olsun, həqiqətən genişdir. Və bunu da belə şifahi olaraq izah eləyək ki, görürsünüz, otaq geniş olduğu üçün 2 dənə radiator var. Normalda bir dənəsi kifayət eləyir də, yəni. Dairəvi cütdaş, qiymətimiz isə jackpot bir qiymətdə əziz dostlar, 54.000 manatla satışa çıxarıldı və tam bir mərkəzi bir yerdə. Valla bu evə gələndə biz özümüz fikirləşdik ki, bir 70.000, 75.000 zat qiymət deyiləcək. Yəni ev sahibi deyəndə ki, 54.000-dən çəkin, mənə çox təcili pul lazımdır, hamımızı göstərək. Təcili pul lazımdır. Dedik ki, da elə bir qiymət deyirsən ki, Allah xeyir eləsin. Yəni bunun üstünə qiymət danışmaq olmaz. Müəyyən əziz dostlar, xırda işləri var. Nədir işləri? Misal üçün deyirəm, görürsünüz, çardaq hissəsinə yeri qoyulub. Yəni istəsəniz buranın təbii ki, indi qırağını avrobotka eləyib düzəltmək olar. Nə bilim, burada paduqasını vurulmayıbdır. Onun damı. Yəni onlar da çox xırda şeylərdir. Yəni heç lazımsızdır. Yəni bu dəqiqə bu evin elə kombisinə 3.000 üçün böyük mənə pul keçir. Şəxsi tikilidir, sağı solu sıx yaşayışdır. Sənədimiz bələdiyyədir və qazı, su sayğacı evin daxilindədir. Qiymətimiz isə əziz dostlar, vallah bu qiymətdə paylaşdığımız evlərdə heç həyətinə maşın keçirməyə yer olmur. Düşünün ki, 2 il elə bil ki, bundan öncəyə getdik. Baxın, paket dam örtüyü, naves, dairəvi cütdaş, ev 4 bir tərəfdən, səhv eləmirəmsə arxa tərəfdə suvanmışdı. Və həmçinin evin yan hissəsində əl damısıdır. İstəsəz ayıqlı kimi də düzəldib istifadə edə bilərsiniz. Evimiz yerdən 8 daş kürsüdədir və tam sıx yaşayış olan bir ünvandır. Ramanı 22 nömrəli məktəbin tam yaxınlığı, yəni karyer deyilən ərazi. Daş şəhərxanası ikinci adı, indi son adı isə Raul Pirev küçəsidir. Allah rəhmət eləsin bu arada şəhidlərimizə. Baxın əziz olsa, bu da evimizin çöldən olan görüntüsü. Həqiqətən tələsin. Hətta baxın saatı belə göstərirəm. Görürsünüz? Yəni qalmayacaq. Sonra bizi yığıb deməyin ki, bəs bu evi paylaşmısınız. Nə oldu elə bu evlərin hamısı satılır. Əlbəttə, bax bu ev şəxsən satılası evdir. Bilməm, saat demək düzgün olmaz, Allahın işidir. 1 saat çəkər, 2 saat çəkər, 3 saat çəkər, amma qalmayacaq. Tələsin, bu evə sahib olun. Yeni ilə həqiqətən bu evdə keçirmək, nə bilim, Allah hər kəsi nəsib eləsin. Sağ olun, sağlıqla qalın.